Salam dostlar, bugün sizlere anti-hırsızlık proqramını göstereceğim. Bu proqram Play Store'da pullandır. Mən sizə sındırılmış versiyasını göstereceğim. Yəni pulsuz əldə edə biləcəksiniz bu proqramı. Proqram nə üçündür, nəyə yarar onu göstereceğim. Məsəl üçün telefon taşındığında alıqlama, yəni telefon bir yerə qoymuşsunuz, bunu yandırırsınız. Bunu yandırırsınız, biri gəlir, telefonu götürür. Baxın. Biri telefonu götürən kimi zil çalır, yəni zil səslənir. Bir də zaretkaya deyəsən, şarj cihazı takılı da deyilkən alıqlanır. Bir də gördüyünüz kimi zaretkadır. Bir də məsələn zaretkanı takırsınız, yandırırsınız. Zaretkanı takırsınız, yandırırsınız. Biri zaretkanı çıxardanda gördüyünüz kimi. Bir də kodu necə qoymaq lazımdır onu göstereceğim. Kodu da burada şifreyi seçin. Bir de burada şifreyi seçin. Model de var, pin kod da var. Model pin. Bir de model de var, pin kod da var. İstediğinizi seçersiniz siz. Pin kod. Bir de sesi değişmek. Fire. Bir de yüngül, ağır götürəndə, yəni çox hareketin hassasiyetini göstərir. Yəni incəliyini, yəni telefon belə bərk götürəndə, cihaz götürəndə zəng səsi gəlsin. Onu göstərir. Tema var. Tema qırmızı qoymaq olar. Bir də şarj ünitəsi bağlı olduğunda bana bildirir. Bir alarm sırasında telefon titrəyir. Yəni zəng salanda drajeniya keçirsin o. Alarm sırasında ekran, flash, polis işıqları, işıqlar olsun, qırmızı, göylər. Telefon pili koruyun. Kildin zamanı desən kildə. Bu da hatta telefon yenidən başlatıldıqda, yəni telefon söndürülür, kontroldən yandıranda zil gene də gəlir, səs gəlir. Baxın. Qoyuruq 4 saniyə gözləyirik. Telefonu aşağı yapınız. Yəni telefon yerə qoyma vaxtını ilə icazə verir, vaxt verir ki, telefonu yerə qoyaq. Baxın. Görürsünüz. Polis işıqlar doldu, səs də dəyişildi. Başqa səs də qoyaq. Zəng qoyaq. Polis zəngi. Baxın. Gördüğünüz kimi yanlış şifrede ne ararsan zəng çalır. Yəni telefonu istəsən də zəng gələcək. Gərək o kildi açasan ki, səsi yandırmaq üçün. Baxın, kildi açdı, səs yandı. Təşəkkürlər izlədiyiniz üçün. Abone olmağı unutmayın.